Salam dostlar, Question Words-dən izahlara başlayaq. Burada həm də sizin saniyələr içərisində sual cümlələrinizi tapmağa kömək edəcək. Qısa qeydlərdə deyəcəm. Baxaq burada. Sizə rahat yolunu deyim bunun. Əgər əvvəldə were, was, is, are varsa, digər tərəfdə, yəni sonda by varsa cümlənin sonunda, belə cümlələrdə who-dan və what-dan istifadə edirik A variantı. Baxın, B-də when nə zaman tərəfindən olmaz, Y-də nə üçün tərəfindən olmaz, hara tərəfindən olmaz, nə zaman, nə qədər müddət tərəfindən olmaz. İkinci sualda deyir, pianino çalmağı xoşlamır. Sual verirəm, kim xoşlamır? A variantı. Who, kimi, kimə verilmək olmaz. Burada tərcümə baxımından doğru deyil. Whose isə isim gələr. Zaten bu qaydanı bilirik. C-də hansı tərcümə baxımından uyğun deyil? Ha, necə uyğun deyil. Üçüncü suala baxaq. Onun dəvətini rədd etdi. Sual verirəm. Kim rədd etdi? B variantı. 4-də printer icad edilib. Baxın, əvvəldə was, sonda by. Kim tərəfindən? C variantı. 5-də are burada, biz burada. Cümlədə nə verərəm? What, D variantı. 6-da keçən gecə sənə zəng etdi. Sual verək, kim zəng etdi? 7-ci suala baxaq uşaqlar. Bu suala cavab verdi. Kim cavab verdi? A variantı. 7-də bugün mətbəxin təmizlənməsində məsuliyyətlidir. Yəni cavabdehdir. Kim cavabdehdir? B variantı. 9-da isim gördüm burada. Belə halda yadınızda saxlayın ki, which, what kind of, how much, how many, whose üstə isim gələ bilər. Burada da hansı növ emosiyadan danışdığına görə what kind of-dan istifadə edirəm A variantı. 10-da şagirdləri ruhlandırdı. Baxın, heç cümlənin sonuna qədər tərcümə etməyə gərək yoxdur. Şagirdləri ruhlandırdı. Kim ruhlandırdı? A variantı. 11-də was burada, by burada. Belə cümlələrdə nədən istifadə edirdim? Who-dan və what-dan. Baxaq uşaqlar. Görürəm burada cəm isim gəlib. Tərcüməyə baxaq. Deyir ki, kitabxanadan nə qədər kitab götürdün? Yəni neçə kitab götürdün? Artıq burada miqdarını soruşur. Miqdarını soruşan sual cümlələri how many idi, bir də how much-dır. Much-dan sonra sayıla bilməyən isim gəlir. Many-dan sonra isə cəm isim gəlir. Ona görə gönül rahatlığı ilə A variantını qoya bilərik. 13-cü suala baxıram. From. Deyir ki, səs gəlir. Haradan gəlir? 14-cü sualla davam uşaqlar. 14-də bizə deyir ki, bu səhv üçün səncə cavabdehdir. Kim cavabdehdir verə bilərik də. 15-də isim gəlib, whose üstə isim gələr. B variantı. 16-da sən deyir, əgər xaricdə pasportunu itirsən, nə edərdin? A variantı. Kim edərdin olmaz. Və ya bunu biz burada qoya bilmərik. Ona görə ki, abroad zaten xaricdə var. Why nə üçün edərdin olmaz. İndi burada bir sual qalır. Mən bura how verə bilərəm. Necə edərdin? Azərbaycan dilində necə edərdin deyirik uşaqlar. Amma ingilis dilində hərəkətin özünü soruşursa, edərdin. Baxın, hərəkətin özünü soruşursa, onda biz belə cümlələrdə what-dan istifadə edirik. Məsələn, deyirsən, hansı addım atardın, nə edərdin? What işlənməlidir. Hanı biz harada istifadə edirik? Hərəkətin icra olunma tərzini əgər soruşursa, məsələn, surətlə, çətinliklə, deyirsən, bunu necə etdin? Deyirsən, surətlə etdim, çətinliklə etdim. Anladıq uşaqlar? Ona görə burada doğru variantınız A variantı. 17-ci sualda uşaqlar deyir ki, bu təlimdən faydalanılacaq. Sual verə bilərik, kim faydalanacaq? A variantı. Niyə B olmaz burada? Who apostrof uşaqlar ya is deməkdir, ya da ki, has deməkdir. Burada zaten xəbəriniz var.
birlikdə olmaz. B variantı yanlışdır. Bundan sonra dedim ki, isim gələr, gəlməyib yanlış. D-də whose üstə isim gələr, gəlməyib yanlış. C-yə baxaq. Yadınızda saxlayın ki, uşaqlar, why sual sözü bir hərəkətin səbəbini soruşur. Hərəkətin səbəbini soruşur. Əgər sənə burada versəydi ki, why would you benefit? Sən niyə faydalanacaqsan? Onda doğru olardı qrammatik cəhətdən. Amma burada cümlə quruluşunda birbaşa nə verib bizə burada? Xəbər. Niyə daha çox faydalanacaqsan dedikdə cümlənin mübtədası nə olur? Çatışmır. İngilis dilində də yadınızda saxlayın ki, mübtədasız sual cümləsi ola bilməz. Ona görə də doğru variantınız A variantı. 18-də isim gəlib, whose üstə isim gələr, C variantı. 19-cu suala baxaq uşaqlar. Deyir ki, bu sözün mənası nə ola bilər? Bu sözün mənası nədir? B variantı. Haradır olmaz, nə üçündür olmaz. Daha sonra biz which-dən nə zaman uşaqlar istifadə edirdik? Which-dən o zaman istifadə edirik ki, əgər bizə konkret məhdud sayda seçimlər qoysa. O zaman məsələn 2 dənə məna təklif etsəydi, onda mən deyə bilərdim ki, bu iki mənada hansı düzdür? O zaman mən A variantından istifadə edərdim. Ona görə doğru variant B variantı. 20-ci sualda bu yeni siyasətin məqsədi nədir olar? What D variantı. 21-də isim gəlib. Burada uşaqlar nədən sonra isim gələr? Bir dənə what-dan sonra isim gələr. Demişim ki, hansı mənasında, yəni tərcüməsi kimi hansı olsa. 22-də dediyim kimi seçim verib which of-dan istifadə edərik. Y variantı. 23-cü suala baxaq uşaqlar. Deyir ki, bizə burada 23-də sən edirsən naharını duşdan əvvəl və yaxud sonra. Deməli, bizdən nə çatışmır? Zaman soruşur da. Sən duşdan əvvəl edirsən, yoxsa sonra? Nə zaman naharını sən adətən edirsən? Duşdan əvvəl, yoxsa sonra? İsim gəlib burada bizə. Whose üstə isim gələr. B variantı. Sonra uşaqlar, burada 25-də sən düşünürsən. Əgər sənin fikrini soruşursa, belə cümlələrdə what-dan istifadə edərik. Sən nə düşünürsən? 26-cı sualla davam uşaqlar. Baxaq burada how much isim gəlməlidir, gəlməyib. Whose isim gəlməlidir, gəlməyib. Axşam ziyafətinə deyir, dəvət edəcəksən. Axşam ziyafətinə dəvət edəcəksən. Kimi dəvət edəcəksən olardı? Uşaqlar, düzdür. Axşam ziyafətinə haraya deyə bilmərəm. Necə verə bilmərəm? Bayaqlar sizə izahda demişim ki, bir tərz olmalıdır ki, onun necəliyini biz sual verək. Ona görə Y variantı. 27-ci suala baxaq uşaqlar. Deyir ki, bizə o adətən işə çatır. Nə zaman çatır? D variantı. Cümlənin zaten mübtədası var. O, kim, artıq who-ya gərək yoxdur. Whose isə isim gəlməlidir. Daha sonra kimi kimə sualı tərcümə baxımından uyğun deyil. Nə üçün tərcümə baxımından uyğun deyil? Ona görə doğru variantınız D variantı. O adətən işə nə vaxt çatır? Kala isim görürəm burada. Və baxın seçim var. Mavi yoxsa yaşıl? Seçim varsa biz which-dən istifadə edirik. Which üstə isim. Hansı rəng? Daha sonra 29-cu suala baxaq uşaqlar. 29-cu sualda bizdən burada soruşur ki, idman zalına gedirsən. Hərəkətin tezliyini soruşur. Deyir, nə qədər gedirsən? İndi burada biz hamıdan sonra isim verməliyik. Bax, bunu verə bilmərik. Whose isə isim verməliyik. Sən gedirsən, who verə bilmərik. Nə gedirsən olmaz. Verə bilərik ki, nə qədər tez-tez gedirsən də, idman zalına nə qədər gedirsən, yəni nə qədər tezlikdə gedirsən.
Ona görə Y variantı. 30-cu suala baxaq. A-da whose isim gəlməlidir, gəlməyib. Daha sonra gəlin tərcümə eləyək. Deyir ki, xəbəri hansı ki ona deyəndə o necə reaksiya verdi? Baxın necəliyini soruşur. O necə reaksiya verdi? D variantı. Nə zaman reaksiya verdi? Olmaz. Nə verdi? Reaksiya olmaz. O cavabı zaten she var. Who-ya gərək yoxdur artıq orada. Ona görə doğru variantınız D variantı. Xəbəri ona deyəndə o necə reaksiya verdi? 31-ci suala baxaq uşaqlar. Gəlin nələri çıxaq burdan? Who'su çıxaq, isim gəlməlidir, gəlməyib. Baxın deyir, survey, sorğunun nəticələri saxlanılır. Sual verə bilərik ki, sorğunun nəticələri harada saxlanılır? D variantı. Məsələn, sorğu nə? Artıq cavabı var. Nə nəticələr? Daha sonra Y-də biz who verə bilmərik. Kim saxlanılır? Deyil. Kimə kimi uyğun deyil. Ona görə doğru variant D variantı. Sorğunun nəticələri harada saxlanılır? 32-ci suala baxaq uşaqlar. Bizə deyir ki, məşqdən sonra özünü necə hiss edirsən? Yəni B variantı. Nə üçün hiss edirsən olmaz? Harada olmaz, kim olmaz, nə zaman? Tərcümə baxımından özünüzə görürsünüz ki, uyğun deyil. 33-cü sualda isim görürəm burada. Nədən sonra isim gələr? Who'dan sonra A variantı. 5-dən davam. Baxın, burada nə deyir? Deyir ki, Azərbaycan Respublikası BMT-yə nə vaxt qoşulub? Nə vaxt, yəni üzv olub da. Deməli, nə vaxt nə olacaq? When, nə zaman? Bir də sual verə bilərik. Məsələn, how much isim gəlir bilirsiniz. BMT-yə nəyə? Sualın cavabı var artıq. Bir də 4-ü götürə bilərik. Nə üçün üzv olub? Nə zaman üzv olub? Bir də nə üçün üzv olub? 1 və 4 B variantı. 36-cı suala baxaq uşaqlar. Baxın, 4-də 2 fe'l birlikdə işlənib, yanlışdır. 3-də isə whom-dan sonra birbaşa mübtəda gəlib. Yanlışdır, xəbər əvvəldə olmalı idi. Ona görə 1 və 2 doğrudur, B variantı. 37-də sənin balaca oğlunun sevimli rəngi nədir? Bir də hansıdır? 1 və 3 D variantı. 38. Sən aeroporta çatdın. Nə zaman çatdın? Bilirsiniz də what time-da bərabərdir when-ə. Bu da nə zaman deməkdir? 1, 3. 39-da qrup isim gəlir. Which üstü isim gələr. 1-i götürürəm. Bir də whose üstü isim gələr. 4-ü götürürəm. 40-da iclas deyil, keçirildi. Bu da cavab verib Parisdə. Onda iclas keçirildi. Harada keçirildi? C variantı. 41-də baxın, səbəbini deyir. Because. Sən məyussan. Çünki heç kim mənə məlumat vermədi. Məlumatlandırmadı. Məyussan. Onda nə üçün məyussan? Why? D variantı. 42-ci suala baxaq. Of-la nə işlənirdi? Which of? Y variantı. 43-ə baxaq. Baxın, aşağıdakı tərcüməni eləyəndə artıq yuxarıda bizdən nə soruşduğunu bilirik. Deyir, direktorun yanında dayanan qadın dayanaq burada. Aşağını tərcümə eləyək. O yeni nədir? Məsləhətçidir. Onda direktorun yanında dayanan kimdir? Qadın kimdir? Who? B variantı.
Direktorun yanında dayanan qadın kimdir? O da deyir, o yeni məsləhətçidir. 44-cü suala baxaq uşaqlar. Mən deyir, xəstəyəm. Təlimdə iştirak etmədin. Cavabında deyir, xəstəyəm. Onda sual verirəm. Təlimdə nə üçün iştirak etmədin? O da səbəbini dedi ki, xəstəyəm. D variantı. 45-ci sualla davam uşaqlar. 45-də bizə nə deyir? Deyir, mən idman zalına gedirəm. Mən idman zalına gedirəm. Baxın, D-ni çıxıram nə zaman? Əgər mənə aşağıda zamanı göstərsəydi, deməli yuxarıda məndən onun vaxtını soruşurdu, zamanını soruşurdu. O zaman mən when verə bilərdim. Daha sonra mənə yuxarıda cümlənin tərcüməsində nə deyir? Deyir ki, adətən işdən sonra edirsən. Sən nə edirsən? Adətən işdən sonra sən nə edirsən? Deyir, mən idman zalına gedirəm. Nə edirsən? B variantı. Adətən işdən sonra sən edirsən. Kim? Sən. Uyğun deyil. Necə edirsən? Tərcümə baxımından uyğun deyil. Nə üçün edirsən? Tərcümə baxımından uyğun deyil. Çünki aşağıda mənə səbəb göstərməyib. Mən idman zalına getdiyimi göstərib. Yəni yuxarıda mənə deyir, nə edirsən? Mən də idman zalına gedirəm. Ona görə B variantı. 46-cı suala baxaq. Baxın, deyir ki, 20-yə yaxın. Deməli, məndən yuxarıda miqdar soruşur. Və burada isim gəlib. Baxaq buna. Hamıdan sonra cəm isim gəlməz. Nə qədər insan var idi iclasda? O da deyir ki, təxmini 20-yə yaxın. Deməli, miqdarını soruşduğuna görə A variantı. 47-yə baxaq. Baxın, yaşı deyir burada. Nə zaman ki, 6 yaşım olanda. Artıq zamanını soruşur. Sən nə zaman pianinoya başladın? Deyir ki, 6 yaşım olanda. C variantı. Baxın, ha qoysam necə başladın? Cavabında deməzdə 6 yaşım olanda. Nə başladın? Uyğun deyil. Mənə cavabda yer verməyib V qoyum. Səbəbini verməyib Y qoyum. Başa düşdünüz? 48-ci suala baxaq. İsim gəlib. Cavabında da deyir ki, məxsusdur Leylaya. Baxın, onda mən burada isim gəlibsə, whose qoyaram. Bu kimin çantasıdır? A variantı. 49-da isim gəlib. Yadınızda saxlayın ki, what kind of olur. What kind of Y variantı. 50-yə baxaq uşaqlar. 50-ci sualda nə deyir bizə? Sən adətən işə gedirsən. Cavabda deyir avtobusla. Onda sual verə bilərik ki, işə adətən necə gedirsən? Avtobus ilə. Uşaqlar, burada bir dənə article mövzusuna qayıdam. Baxın, by-la article verməyib. Z artiklı verməyib. Səbəb nədir? By ilə mənasında işlənərsə, o zaman artikl olmaz. Avtobus ilə. Amma yanında kimi tərcümə olunarsa, biz Z artiklını veririk. Yaxşı. Onu da xatırlatma edək. %51-ə baxaq uşaqlar. 51-də deyir ki, konfransda favorin, yəni bəyəndiyin natiq dayanaq. Cavabda deyir ki, innovasiya haqqında danışan birinci şəxs. Onda məndən şəxsi soruşur. Yəni kim idi? Bəyəndiyin, konfransda ən bəyəndiyin natiq kim idi? İnnovasiya haqqında danışan birinci şəxs idi. Ona görə C variantı. 52-də bu qaydanı yadımızda saxlayaq. Of nə ilə işlənir? How much-la
how many ilə, what kind of-la, bir də which of-la. Mən dedikcə yəqin ki, qeyd elədiniz. 3-ü çıxaram, çünki duz sayılmır və mənə mini verməz burada. 1-i götürdüm, how much, bir də what kind of. 1 və 4 D variantı. 53-cü suala baxaq uşaqlar. 53-də birdə deyir ki, seminarın orqaniza olmasında, yəni təşkilində məsuliyyət daşıyır. İkinciyə baxaq. Dünən gecə zəng etmişdi sənə. Kim zəng etmişdi? Kim məsuliyyət daşıyır? A variantı. Artıq digər variantlarını özünüz yerinə qoyanda görürsünüz ki, heç tərcümə baxımından uyğun deyil. Davam. Baxın, birincidə fe'l gəlib, ikincidə isim gəlib. Həm isimlə işlənə bilən, həm fe'llə işlənə bilən what'dur. Bunu yadınızda saxlayın. İndi baxaq tərcüməyə. Tərcümə necədir? Konfransdan sonra baş verdi. Nə baş verdi? Daha sonra sən informasiya mənbəyindən istifadə etdin. Hansı informasiya mənbəyindən istifadə etdin? What'dan sonra isim gələndə demişdim, hansı kimi cavab verir. Burada uşaqlar, imtahanda belə suallar düşəndə nəyə çox diqqət yetirin? Birinci cümləyə tək baxmayın. Əgər mən birinci cümləyə baxsaydım, vay uyğun olacaqdı. Deyərdim ki, niyə baş verdi? Amma niyə informasiya mənbəyi verə bilmirəm? A-da xüsusi isim gəlməlidir. Birinci tərəfdə, yəni birincidə gəlməyib, amma ikincidə gəlib. Yəni siz elə bir variant qoymalısınız ki, hər ikisinə uyğun olsun. 2-də who-dan sonra isim verib olmaz. G-də nə zaman mənbə olmaz. Hansı mənbə olar? C variantı. Yəni belə suallarda mütləq hər iki cümlənin ikisinə də baxmağınız şərtdir. 56-ya baxaq. 56-cı suala baxaq uşaqlar. Baxın, burada bizə deyir ki, müdürünüz sizdən gözləyir. Nə gözləyir deyə bilərik? Bir də ki, məqalədə iqlim dəyişikliyi haqqında deyilirdi. Nə deyilirdi? What. Fikir verdiniz uşaqlar, hər iki cümlədə nəticə soruşulur, yəni hərəkətin obyekti soruşulur. Gözləyir, nə gözləyir? Say, deyilir, nə deyilir? B variantı. 57-yə baxaq uşaqlar. Xəbəri eşidəndə reaksiya verdiniz. İşdə stresi idarə edirsiniz. Görürsüz, bir tərzi soruşur. Xəbəri eşidəndə necə reaksiya verdiniz? İşdə stresi necə idarə edirsiniz? Ona görə C variantı. Yəni hal, tərz və üsul bildirir. Yaxşı, bunu yadınızda saxlayın. 8-ci sualla davam edək uşaqlar. Baxın, burada da isim gəlib. Advantage, impact, təsir isimdir. Bunların hər ikisi ilə isim işlənə bilər. What-la demişik ki, hansı kimi tərcümə olunur. Hansı ki, burada deyir ki, dəyişikliklərin komandaya necə təsir oldu, yəni hansı təsir oldu və bu yanaşma necə üstünlüklər təklif edir? Bu yanaşmalar hansı üstünlüklər təklif edir? Necə üstünlüklər təklif edir? Ona görə Y variantı.
59-cu suala baxaq. O deyir, əvvəlki işini tərk etməyə qərar verdi. İnsanlar şəhər mərkəzində etiraz etdilər. Niyə etiraz etdilər? Nə üçün etiraz etdilər? Və yaxud yuxarıda əvvəlki işindən çıxmağa niyə qərar verdi? Nə üçün qərar verdi? Why? 60-cı suala baxaq uşaqlar. Baxın, burada cəm isim gəlib, burada da cəm isim gəlib. Tez who-nu buradan çıxaq. Who-dan sonra heç vaxt isim gəlməz, birbaşa xəbər gəlir. Tərcümədə baxaq. Deyir, konfransda iştirak edəcək üzvlər. Digər tərəfdə isə namizədləri soruşur. Namizədlər nə qədər uyğundur? Baxın, bizdən burada sayını soruşur. Nə qədər, neçə komanda üzvü, neçə namizəd. Hamı isə cəm isim, Y variantı. Sayı soruşursa uşaqlar ya how much olur, ya da how many. 61-ci suala baxaq uşaqlar. Deyir ki, burada natiq nəticə hissəsində vurğuladı. Digər tərəfdə isə müdiriniz iclas ərzində təklif etdi. Baxın, yuxarıda nə uyğun gəlir, aşağıda nə uyğun gəlir. Natiq öz nəticə hissəsində nəyi vurğuladı? Müdiriniz iclas zamanı nəyi təklif etdi? B variantı. 62-yə baxaq. Cəm isim gəlib, cəm isim gəlib. Final imtahanda tələbənin keçməyini soruşur. Baxın, sayını soruşur. Nə qədər tələbə keçdi? Nə qədər xanım sərgidə iştirak etdi? Cəm isim gəlib, how much qoymaram, many olacaq. Sayını, rəqəmini soruşanda how much, how many. Unutmayın ki, muchdan sonra sayılmayan, many'dən sonra isə cəm isim. 63-ə baxaq burada. İsim görürəm burada. Digər tərəfdə də isim. Many'dən sonra cəm isim gəlir, who'dan sonra isim gəlməz. Təbii ki, nədən sonra isim gələr? Who'dan sonra C variantı. 64-cü suala baxaq uşaqlar. Baxın, burada bizə nə deyir? Siz karyera yolunda seçdiniz. İkinci tərəfdə isə şirkətin baş ofisi köçürdü. Deyə bilərik ki, siz karyera yolunda seçdiniz. Siz niyə bu karyera yolunu seçdiniz? Şirkətin baş ofisini niyə köçürtdü? Nə üçün, niyə? B variantı. Baxın, burada siz birinci tərəfdə votu qoyub cümlənin düzgünlüyünü verə bilərsiniz ki, hansı ki, nə seçdin? Amma nə köçürtdün ola bilməz də, çünki baş ofisi köçürtdün. Ona görə belə cümlələrdə iki cümlənin ikisinə də diqqət yetirin. 65-ci suala baxırıq. Deyir ki, əgər kimsə sizin işinizi tənqid etsə, cavab verərdiniz. Saxlayaq bunu. 2-də də printer problemini həll etdiniz. Onda belə sual verə bilərəm ki, printer problemini necə həll etdiniz? Biri işinizi tənqid edirsə, necə cavab verərsiniz? Gördünüz, hər iki sual tərzi soruşur, üsulu soruşur səndən. Belə cümlələrdə mütləq şəkildə ha işlədirik. Daha sonra 66-cı suala baxaq. Baxın, bunu bir dənə yolun sizə dərs başlayanda demişdim. Ar burada, sonda isə sözlənib. Belə cümlələrdə who və what olar. B variantı. Gəlin indi tərcümə eləyək. Siz kim haqqında danışırsınız? What versəydi, what da qoya bilərdim. Nə haqqında danışırsınız? Sizi konfransa dəvət etdi. Kim dəvət etdi? B variantı. 67-ci suala baxaq. Burada isim görürəm. Who-dan sonra heç bir halda isim gəlməz. C-ni çıxıram, Y-ni çıxıram, D-ni çıxıram. Bu zaten xəbər var. Ona görə B variantını qoya bilmərəm. Burada xəbəri görürəm.
Cavab A variantı. Digər tərəfdə isə isim gəlib. 68-ci sualda yenə isim görürəm burada. A variantını çıxaq. B variantını çıxaq. D variantını çıxaq. İkinci tərəfdə də isim var. Yeni də buradan çıxdım. Cavab C variantı. Botdan sonra isim gələ bilər. 68-də C. 69-cu suala baxaq uşaqlar. İsim görürəm burada. O zaman B-ni çıxaq, D-ni çıxaq. Daha sonra who-nun yanında demişdim ki, feil ing formasında boş gələ bilməz. A yanlışdır. Y-də isə kimin olmaz ikinci tərəfdə. Cavab C variantı. Birinci tərəfdə isim gəlib, digər tərəfdə isə who-dan sonra iz verib, doğrudur. 70-ci sualda birinci tərəfdə isim görürəm, ikinci tərəfdə isə feil var. Ona görə birinci tərəfdən who-ları çıxıram, who isə isim olmaz. İkinci tərəfdə isim yoxdur, who'ları çıxıram, isim gəlməlidir. Y variantı. Daha sonra 71-ci sualda baxın deyir ki, hansı ki problemi həll etmək üçün əlaqə saxladın, müraciət etdin. Artıq bizdən burada şəxs soruşa bilər, kimə müraciət etdin və yaxud problemi həll etmək üçün nə zaman kontakt oldun, nə zaman əlaqə saxladın? 1 və 2. Biz buradan 3 və 4-ü çıxardıq, isim gəlməlidir, gəlməyib. Zaten ona görə 1 və 2. 72-ci sualda isə isim görürəm. 1-i götürürük və 3-ü götürürük. 73-cü sualda uşaqlar, yenə də biz isim görürük. Who'dan sonra isim gələr, bir də which'dən sonra isim gələr. 1 və 3. 74-də cəm isim görürəm. O zaman 2-dən sonra isim gələ bilər, bir də 3-dən. How much-dan sonra isim gəlir, amma cəm isim olmaz. 5-ci suala baxaq uşaqlar. Baxın deyir ki, neçə ildən sonra şirkəti tərk etdin. Whose üstə isim gələr, biri çıxaq. Neçə ildən sonra şirkəti tərk etdin, niyə tərk etdin, necə tərk etdin? 2, 3. How much demişdik ki, say olanda soruşuruq və how much-dan sonra sayıla bilməyən isim gəlir. 76-cı sualda isim gördük. İsimlərlə işlənirdi. What 1 və which 2. Ümumiyyətlə uşaqlar isimlə işlənir. Bir də sayıram. What kind of, which, how much, how many. Bir də whose. Bax, bunlar isimlə işlənir. 77-ci sualda da yenə isim gəlib. 1-i götürürəm və 2-ni. 78-də də kontrakt yenə isim gəlib. 1 və 2. 79-da da yenə isim görürəm. 2 və 3. Bunlar çox rahatdır. 80-ci sualda da yenə isim görürəm. Dediyim kimi which-dən sonra isim gəlir, bir də what kind of-dan sonra isim gəlir. 81-ci sualda how many-dən sonra isim gəlməlidir, gəlməyib. Whose-dan sonra isim gəlməlidir, gəlməyib. Ona görə 1 və 2. 82-də isim görürəm, who-nu çıxıram, why-ı çıxıram. 1 və 4. 83-də yenə isim görürəm, 1-i götürürəm və 3-ü. 84-də yenə isim görürəm, whose-dan sonra isim gələr, bir də what kind of-dan sonra. 85-ə baxıram, isim görmürəm, which-i çıxıram, how many-ni çıxıram. 1 və 2. 86-da isim görürəm, 2 və 3. 7-ci suala baxaq uşaqlar. Deyir ki, burada illərlə çətinliklərdən sonra xeyriyyətçi olmağa ilhamlandırdı. Deyə bilərik ki, illərlə çətinliklərdən sonra onu xeyriyyətçi olmağa kim ilhamlandırdı? Bir də nə ilhamlandırdı? 2 və 4. Sonra 88-ci suala baxaq.
88-ci uşaqlar, mən 3-ü götürmürəm. Çünki whose üstə isim gəlməlidir, gəlməyib. 4-ü götürmürəm. What kind of-dan sonra isim gəlməlidir, gəlməyib. 1 və 2. Normal sual cümləsidir. Boşluq gəldi. İkincisi isə sual sözü verdi, doğrudur. 89-cu sualda isim görürəm burada. O zaman 2-ni götürək və 3-ü. 90-da isim görürəm. 1-i və 2-ni götürək. Digərlərindən sonra isim gəlməz. Daha sonra 91-ci sualda yenə isim görürəm. 1 və 3. 92-də yenə isim görürəm. 1 və 2. 93-də isim var. 1-i götürdüm. Whose üstə isim gələr. 3-ü götürürəm. Və which üstə isim gələr. 94-cü suala baxaq uşaqlar. Baxın, 94-cü sualda deyir ki, Thomas sənə yaxınlaşdı. Deyə bilərik, nə zaman yaxınlaşdı? 4-ü. Niyə yaxınlaşdı? 5-i. Tez-tezmi yaxınlaşdı? 3-ü. 3, 4, 5. Yəni nə qədər müddətdə tez-tezmi, az-azmı? Yəni 3-ü də verməliyik. 3, 4, 5. 95-də isim gəlib. 2-ni götürərik. Sonra 3-ü götürə bilərik. How many-dan sonra isim gəlib. Bir də 5-i götürə bilərik. What kind of-dan sonra isim gəlib. 96-ya baxaq. 1-dən sonra isim gəlməlidir. Gəlməyib. Deyirik ki, burada çadırı qurdu sənə. Necə qurdu? Daha sonra nə üçün qurdu? Bir də verə bilərik ki, how often, tez-tezmi qurdu? 97-də qatara çatdın, nə zaman çatdın? Film başladı, nə zaman? 1 və 2. Demişdim də, what time bərabərdir when-ə. 98-ci sualda isim gəlib. İsim gələ bilərdi which-dən sonra və 3-dən, what-dan sonra. 99-da mən burada are və axırda sözünü görürəm. Nə ola bilər? 1 və 3. Bunu əvvəldən izahda da demişdim sizə. 100-cü suala baxaq. İsim görürəm burada. Hər ikisində isim gəlib. Uşaqlar, belə suallarda mütləq tapşırıram. Bax, 2 cümlənin ikisinə də baxırsınız. 2 və 3. Daha sonra 101-ci suala baxaq. 101-ci suala baxaq uşaqlar. 101-də bizə deyir ki, o davrandı. O nə üçün belə davrandı deyə bilərik. 2-ni götürək. Bir də ki, o nə zaman elə davrandı? O nə vaxt elə davrandı deyə bilərik. When, 2, 3. 102-də isim gəlib. How many-dan sonra isim gələr. What-dan sonra isim gələr. Bir də which-dan sonra isim gələr. Daha sonra 103-cü suala baxaq. Sən deyir ki, layihə komandanı ilə görüşürsən. Sən layihə komandanı ilə nə zaman görüşürsən? When verək. Tez-tezmi görüşürsən? 3 verək. Bir də normal sual cümləsi 5-i verək. 2, 3, 5. Daha sonra 104-cü sualda deyir ki, müştəri dəyişikliklər tələb edir. Müştəri tez-tezmi dəyişikliklər tələb edir? 1-i qoya bilərik. Sonra deyə bilərik ki, müştəri nə zaman düzəlişlər tələb edir? Verə bilərik 2-ni. Daha sonra isə normal sual cümləsidir 5-i. 1, 2, 5. Bu qədər uşaqlar. Əgər izahlardan yararlandınızsa, like etməyi və abunə olmağı unutmayaq. Hər birinizə uğurlar.